Badanlarını ağuşu eləmişəm benzinlə. Əlam mənim öz bədənimdə benzindir. Biz özümüz oturacaq, oturaq. 2 nəfər verdilər bizə və nəfərlərin ranəndaları. Mən də sübhdən peyamهای mükerreri radyo verirəm mərduma, mərdum amadə olun. Bizim Nəğədə şəhrimiz istişubut eləyən və Ziddinqilab gəlib oranı alıb dərhal almaqdadır. Bizdə də oranı dəng eləyən. Və bizim o miqdar oldu ki, elə 1000 nəfərə səhər varımızdır. Onlar müsalə elədik. Saat 11 şəb yetişdik Nəğədəyə. Tirəndazlıq var idi. Mən əlimdə franqı var idi. İki tərəfeyni də ateşbəs verdim. Dedim, siz niyə gəlibsiniz buranın təqsiri nədir? Biləxərə mən bir miqdar söhbət elədim, Nəğədəyilər mənə cavab verdilər, ağladılar, arvadşı ağladı. O dedim, siz mutmain olun ki, mən gəlmişəm sizə kömək. Özümə filənkəsəm. To filənkəsəm deyəndə Ziddinqilab hər tərəfdən rəqbar salsaldı, Laşıqlardı, biz verdilər rəqbara. Biz mühasirəni sındırdıq, varı olduq Nəğədəyə. Bu öndə bir Üləndibala xanım zahir oldu mənim qabağımda. O vaxt hər vaxt mənim yadıma düşəndə. Baxın, halım əvəz olar, narahat olar. O xanım bir söz dedi, Allah'ın istədilər, təslim olarlar. Və mən də bir adın tutdu yoxum bir həyət vardı ora. O həyətə 300 nəfərə kimi bu şəhərin qız yarını yığıb doldurmuşam. Hamısına da bədənlərini ağuşu eləmişəm benzinlə. Əlam mənim öz bədənimdə benzindir. Bir müzərrən ki, bunlar təslim oldular biraz mütərəfə gələndə, biz özümüz oturacaq, oturaq.